Bəzən indi unudanlar var. Bunlar bilmirlər ki, 2 il bundan qabaq olub. Bəs 30 il idi biz hamımız deyirdik Qarabağ, Qarabağ. Mən də ona görə dedim ki, cənab prezident, siz elə əsl Babək kimi, sərkərdə kimi getdi, Arxud, Candaçısın sərkərdələr getdi, başkomandan kimi qaldınız, elə əsl Babək sizsiz. Bunu bir söhbət oldu. Mən sözümü çox, belə deyək, fikirləşib dedim və bəlkə də az dedim. Çünki həqiqi mən çox fikirləşdim və inanmadım ki, Qarabağ yenidən Azərbaycana qayıdacaq. Çünki o tarixdən biraz oxumuşdum. O Zəngəzurun, o Ermənistanın indi yerləşdiyi torpaq hamısı bizim torpaqlar olub. Dedim ki, bu onlar kimi bu da getdi.